Hə, evdə etdiyimiz idmanlar zalda etdiklərimizdən başqadır və misal üçün qadınların ən çox problemləri gəlir ki, mən neyniyim, bilmirəm axı neyniyim. Adi hərəkətlər onlara çox adi gəlir. Bu nədir, burada nə var? Mənə bununla nə olacaq ki? Amma belə bir düşüncələr var ki, məsəl üçün nədir də? Oturub durmaqla mənə heç nə olası deyil. Başa düşdüm. Hə, aşağı görürlər ki, etdikləri idmanı. Hə, amma heç də elə deyil. Məsələn, çox vaxt olur ki, məndə məsələn proqramda qızlar qoşulurlar, videoya baxırlar ki, sabah edəcəklər də mən, yəni deyirlər ki, ay bu rahat görünür axı. Bu mən necə eləyəcəm, heç nə olmayacaq. Elə yazanlar da olur ha. Başlayırlar eləməyə. Deyirlər, ay bu nədir? Ölürəm. O, yəni çox görülən bir şeydir və ikinci məqam olaraq da məsələn baxmayaraq ki, mən artıq 12 ildir idman eləyirəm. Mən hər zaman onu deyirəm ki, məsələn mən hər dəfə idmana başlayanda tutalım squat hərəkətini eləyəcəm də, yəni oturub durma hərəkətini. Mən həmişə, yəni baxmayaraq ki 12 ildir elədiyim bir hərəkətdir, elə bilirəm ki, bu dəfə keçən dəfəkindən daha yaxşı elədim. Bu dəfə keçən dəfəkindən daha yaxşı elədim. Mənim əlimdə çəki olmasa da, yəni orada bir xüsusi bir önəm yoxdur ki, mən getdikcə artıra getməliyəm. Elə bir ötəlik yoxdur. Yoxdur. Əsas hiss eləmək var. O hissiyat getdikcə daha da dərinləşir, daha da güclənir. Məsəl üçün 10 dəfə ilə başlamısınızsa, bunu 100-ə çatdırmaq niyyətində deyilsiniz, hə? Yox. Daha da keyfiyyətli eləmək niyyətindəyəm. Məsələn üçün tutalım, mən məsələn üçün deyirəm ki, bir hərəkəti çox vaxt məsələn YouTube-da idmanlar var da, görürük ki, başdan ayağa 30 saniyədən bir başqa hərəkət eləyir. Nə bilim, bu qutarı o keçir ona. O əslində bizdə həmin hərəkətin effektivliyini yaratmır. Çünki bədən təkrara daha çox reaksiya verir. Yəni eyni şeyi daha da yaxşılaşdırmağa. Çünki mümkün deyil ki, bir gün ərzində tutalım mən squat edəcəm, 3 gediş və yaxud da 4 gediş. Birinci gediş həmişə elə bil isinmə olur. O neyronların, o əlaqənin qurulması olur. İkidə daha çox hiss eləyirsən. Görürsən ki, əməlli başlı əzələ muscle mind connection deyə bir şey var. Yəni beyinlə əzələnin əlaqəsi. O ikidə onu daha çox hiss eləyirsən. 3də yəni pikdə olursan, 4-cünü ya nə bilim hansı vəziyyətdə eləyirsən. Yəni o ağırlıq baxmır ki, nə bilim kilonu getdikcə artırım. Yəni təbii ki, kilonu artırmaq faktorları da var, amma yəni əsasən keyfiyyətə. Onda siz məsəl üçün deyirsiniz ki, mən 30 dəqiqə eləyirdim əvvəl. 30 dəqiqədə neçə idman növü dəyişirdiniz? Neçə hərəkət məsələn. 30 dəqiqədə neçə hərəkət? Təxminən 4-5. Maksimum 4, maksimum 5. Bəs kökəlmək istəyənlərə nə deyək? O da yaralıdır. Çünki var ki, istəyirlər. Bəli. Çox gözəl bir mövzudur. Çox gözəl bir mövzuya toxunduq. Çünki daha doğrusu mən hər zaman deyirəm ki, kilo almaq, kilo verməkdən çətin bir prosesdir. Çünki belə deyim, kilo almaq istəyən insan nə bilim, o elə bilir ki, yeyir məsələn üçün. O insanı daha çox yeməyə məcbur eləmək, bir insanı daha az yeməyə məcbur eləməkdən daha çətin bir şeydir. Və mən bizdə olur da, yəni mən də məsələn kilo almayla məşğul olduğum xanımlar olur. İlk olaraq gözlənti olmamalıdır ki, mən yeyim, məsələn, tam kilo verən adam deyir ki, bir aya tutalım 4 kilo arıqladım. Amma kilo alan insan onu gözləməməlidir ki, mən bir aya 4 kilo kökəldim. O gözlənti olmamalı. Çünki əgər o dərəcədə sürətli kilo alma getsə, piylənmə gedəcək, sağlıqlı olmayacaq. Başa düşdünüz? Məsələn, bir adam deyir, mən məsələn yeyirəm 3 günə 5 kilo kökəldirəm, gedirəm tətilə qayıdıram 5 kilo artıqla. Yəni insanlarda biraz yanlış bir algılanma yaranır ki, kilo almada o qədər sürətli olmalıdır. Amma kilo alma daha asta bir prosesdir və ilk olaraq nə olmalıdır yenə də? Bir insanın, bayaq dediyim kimi, o insan baxmalıdır ki, mən gün ərzində nə yeyirəm? Səhərdən axşama qədər nə yeməliyəm? Nə yeyirəm? Genəldə də çox vaxt oxşar olur da. Bunu artıq o artırmalıdır. Yəni artırmalıdır ki, nəticə görsün. Artırmasa, eyni cürə davam eləsə, təbii ki, nəticə almayacaqdır. Yəni
baxırsan nə yediyinə, onu sabah üçün azaldırsansa azalacaqsan, çoxaldırsansa çoxalacaqsan. Sadəcə keyfiyyətli formada artırmaq üçün mütləq idman da edilməlidir ki, bədəndə əzələ formalaşsın və eyni zamanda zülal daha çox alınmalıdır. Deyirsiniz ki, idman eləməlidir, bədəndə əzələ formalaşsın. Onda idmansız eləsə, əzələyə yağ gətirmiş olur. Əzələyə yox, bədənə ümumi yağlanma olacaq. Bədəndə yağlanma. Məsələn, qarın nahiyəsi başlayacaq çox böyüməyə. Yəni məsələn, qarnı böyüyəcək məsələn. Kilo alacaq, amma qarnı çıxacaq. Yəni və yaxud da daxili orqanlar yağlanacaq. Yəni keyfiyyətsiz bir kilo alma yaranacaq da ortada. İstəmədiyi bir görüntü yaranacaq. Ancaq istədiyi formada ki, məsələn, belim çox qalınlaşmasın, tutalım, istəyirəm ayaqlarım daha dolğunlaşsın. Orada artıq idman və qidalanma sintez şəkildə düzgün hesablanıb verilməlidir.